Biz taksonomiyanı keçəndə dedik ki, şagird fəaliyyəti yerinə yetirməlidir. Burada bacarıq formalaşmalıdır. Amma biliyi o deməkdir ki, birinci gərək şagirdə informasiyanı, məlumatı ötürəsən, təqdim edəsən, ondan sonra ötürdüyün məlumat tətbiq olmalıdır. Yəni sən məzmun hissəsində şagirdə bilik ötürürsən. O biliyi, informasiyanı təqdim edirsən və biliyi ötürüb təqdim edərkən necə təqdim etməliyik? Bax, bir dənə primitiv situasiya deyəcəm sizə. İstəyirəm elə sualın cavabını özünüzdən alaq. Çünki mövzunu dərk edərək öyrənmək çox əhəmiyyətli faktordur. Bax, hərə öz fənni ilə bağlı, ixtisası ilə bağlı mənə bir dənə rəy bölməsində yazsın. Deyin mənə görüm, ixtisasınızla bağlı şagirdlərə məlumat ötürərkən nə bilirsinizsə hamısını ötürürsüz, yoxsa mövzu ilə əlaqəli şagirdin öyrənə biləcəyi, şagird üçün əhəmiyyətli, vacib olanları ötürürsüz? Hə. Sonra, yəni aktiv olun zəhmət olmasa. Bəli, tez-tezli şəkildə təqdim edirsiniz. Bax, biliyi əsas faktorlardan biri. Seçici şəkildə təqdim edirəm, seçici. Səbəb, öyrədici olsun deyə. Öyrədici olsun deyə. Yəni, öyrətmək məqsədi ilə biz neynirik? Bu şagird üçün çox əhəmiyyətlidir. Əlbəttə ki, doğrudur. Mən biliyi təqdim edərkən buna diqqət yetirəcəyəm və çalışıram ki, biliyi təqdim edərkən şagird aktiv dinləyici olmalıdır, passiv olmasın. Bəzi yanaşmalarda müəllimlər deyir ki, necə yəni aktiv olmasın? Mən danışmalıyam, o dinləməlidir də sakitcə. Yox. Qarşılıqlı müzakirə olmalıdır. Çünki bu günləri biz tədris prosesində interaktiv təlimi həyata keçirdirik. İnteraktiv təlimin də əsas faktoru bilirsiniz nədir? Müəllimlə şagird qarşılıqlı müzakirədədir. Bax, özümüzdən gəl götürək. Bir çoxumuz YouTube dərslərindən qaçırsınız. O qədər məşhur təlimçilər var ki, nə bilim, fəaliyyəti məndən də üstün və yaxud da ki, digər təlimçilərdən də. Deyirsiniz, müəllim, orada ancaq biz dinləyirik, fikrimizi anında qarşılıqlı müzakirə edə bilmirik. Bax, burada qarşılıqlı refleks eləyəndə, qarşılıqlı müzakirə eləyəndə daha gözəl öyrənmə baş verir. O səbəbdən biz nə deyirik? Tədris prosesində öyrədilərkən şagirdlə müəllimin qarşılıqlı münasibəti olmalıdır. Yəni mən danışıram, anında ola bilər ki, kimsə sual verər, müəllim olar sual verir, müzakirə ilə anında o refleksiyanı həyata keçirdirik. Bax, bu səbəbdən qarşılıqlı müzakirə çox əhəmiyyətlidir. Və bilikdən öyrənərkən onun əsas 4 növü var. O 4 növ haqqında məlumatlı olmalıyıq ki, bizə verilən o situativ testlərdə o biliyin məna növlərini müəyyən etməyə çalışaq. Birinci, ilk olaraq deklarativ bilikdir. Deklarativ. Buna biz faktoloji da deyirik. Bax, sinonim sözlərdir. Deklarativ bilik, faktoloji bilik sinonim sözlərdir. Gəl öncəliklə baxaq görək. Faktoloji, yəni deklarativ bilik nədir? Bax, fakta əsaslanır. Hazır mənbədir, məlumatdır, yazılmış qayda qanundur. Belə deyəcəksən faktoloji bilik haqqında. Biz təfəkkür mövzusunu sizinlə təkrarda keçdik. Taksonomiyanı da keçdik, düzdür? Bu mövzuları keçərkən vurğuladıq ki, baza biliklər çox əhəmiyyətlidir. Yəni, bünövrə olmalıdır da. Məsələn, təfəkkürdə bünövrə, baza, təfəkkür hansı idi? Yazın görüm. Baza olaraq mən ilkin olaraq nəyi öyrəndim? Hə, ilkin hansı təfəkkürün növünü öyrəndim? Bəli, məntiqidir, doğrudur. Yəni, baza bilikdir, məntiqidir. Yaxşı. Bax, bu nədir? Baza təfəkkür. Taksonomiyada baza isə nədir? Xatırlamaq mərhələsidir. Bir dəqiqə. Səslərə diqqət yetirsək, zəhmət olmasa. Bir dənə səslərimizdə. Bilurəm, mənim səsinizi bağlayım da, buradan nəsə tənzimləməkdə çətinlik. Hə, bax, bu xatırlamaq mərhələsidir. Bilik olaraq da faktoloji bilik bünövrədir, bazadır. Burada konkret fakt məlumatlar var. Məsələn, ismin neçə halı var? Azərbaycan Respublikasının dövlət himninin bəstəkarı kimdir? Ədirnə sülh müqaviləsi neçənci ildə imzalanıb, nəticəsi nə olub? Şuşa bəyannaməsini hansı dövlətlər arasında imzalanıb? Yəni, konkret olaraq hazır məlumatların hər biri faktoloji bilikdə öz əksini tapır və faktoloji bilik konkret olaraq 2 növü var. Bir var spesifik,
Mikrofonlara diqqət yetirək də, zəhmət olmasa. Bir dəqiqə, hə. Yəni spesifik biliyinə terminoloji biliyi, indi biliyin faktoloji növlərindən. Spesifik nədir? Kökü konkret əzbəri məlumata dayanır və spesifik bildə xüsusiyyətlər var. Xüsusiyyət, yer, nə bilim, il, ay, gün, tarix. Ya səbir deyəcəm. Səhər-səhər hansı müəllimimdir mənim səbrimi sınayır. Mən mikrofonu bağlayıram, amma mikrofonu aç. Yaxşı. Bax, bu da nədir? Spesifikə aiddir. Terminoloji nədir? Hər fənnin özünə məxsus terminləridir. Yəni, belə deyək də, biz terminoloji ilə spesifiki necə fərqləndirib ayırt edək? Əgərləri verilən sualın cavabında terminlər varsa, bax, məsələn, deyirəm ki, əşyanın əlamətini bildirən əsas nitq hissəsinə nə deyilir? Deyəcəksən ki, sifət deyilir, düzdür? Mənim verdiyim sualın cavabında hər hansısa bir fənni əks etdirən bir xüsusi termin adı çəkəcəksən. Sən buna faktoloji bilik deyə bilərsən. Amma əgər variantlarda versə ki, faktoloji, terminoloji, bir də spesifik, o zaman sən əlbəttə ki, terminolojini götürəcəksən. Və yaxud da ki, deyirəm ki, uçan top mənasını ifadə edən hansı idman növü var? Hansı idman növünə uçan top mənasını deyirsən, nə bilim, hərfi mənası. Sən deyəcəksən ki, voleybol. Bax, bu nədir? Fiziki tərbiyədə istifadə olunan termindir, düzdür? Terminoloji bilikdir. Amma sənə sual versələr ki, ismin neçə halı var? O zaman sən də ona da faktoloji deyəcəksən, amma bu səfər terminoloji yox. Spesifik deyəcəksən, sadəcə olaraq sayın göstərəcəksən. Aydındır? Bax, bu olacaq nə? Əlbəttə ki, spesifik. Yəni, qısacası, faktoloji bilik kökündə hazır məlumatları əks etdirməklə yanaşı, terminoloji və spesifik olaraq iki yerə bölünür. Terminolojinin əsas xüsusiyyəti odur ki, müxtəlif terminləri özündə əks etdirir. Məsələn, deyirəm ki, 4 tərəfi bir-birinə bərabər olan, dördbucaqlılar ailəsinə aid olan fiqura nə deyilir? Bax, bunun cavabı nə olacaq? Kvadrat deyəcəksən, əla. Variantlarda əgərləri səndən sadəcə desə ki, faktoloji bilik, onu götürəcəksən. Yox, gördün ki, variantda terminolojisi, spesifiki var, o zaman sən ona əlbəttə ki, terminoloji deyəcəksən. Yəni, qısacası bil ki, əgər verilən sualın cavabında, bax, yadında saxla, sənə sual verilib, o suala cavab verərkən sən hər hansısa bir fənni ifadə edən termindən istifadə edəcəksənsə, terminolojidir. Yoxsa hər hansısa bir xüsusiyyətini vurğulayacaqsansa, spesifik olaraq xüsusiyyət haqqında fikir mübadiləsi aparacaqsansa, ona spesifik bilik deyiləcəkdir. Bu nədir? Faktoloji biliyin əsas açar məqamıdır və faktoloji bilik çox zaman məntiqi təfəkkür, taksonomiyanın xatırlamaq mərhələsi ilə də əlaqəli olur. Çox zaman. Amma hər zaman demirəm də, və diqqətli olun. Deməli, faktoloji bilik bərabərdir, məntiqi təfəkkür, üstəgəlsin xatırlamaq mərhələsi. Buna diqqət yetirək. Sonra, deməli, faktoloji bilik haqqında danışdıq. Faktoloji biliyi, Ramilə müəllimə, siz bir dənə ümumiləşdirin. Nədir deyil faktoloji bilikdə? Hə, Ramilə müəllimə, aça bilirsiniz mikrofonu? Ramilə Məmmədova. Açın, görün, deyin mənə görə faktoloji bilikdə nədir? Hə. Spesifik və terminoloji. Terminolojidir. Faktoloji bilik kökü nəyə dayanır? Faktoloji biliyin kökündə nə var? Hazır məlumatlar var da. Nə var? Təkrarlayın. Hazır məlumatlar var. Narahat olun, diqqətli olun. Dinləyin. Nurlan müəllim, siz deyin mənə görə, mən spesifik biliklə terminoloji biliyi necə fərqləndirəcəm?
Məsələn, müəllim, terminoloji bilik hər hansısa bir sahəyə aid olacaq. Oradakı terminlər, məsələn, fiziki tərbiyə müəllimiyəm. Orada sürət aid ola bilər, qüvvət, çeviklik, dözümlülük kimi terminlər olsa biləcəyik ki, bu terminolojidir. Hı -hı. Yox, Nizami Gəncəvin anadan olmasısa, konkret ildir, tarixdirsə, belə şey varsa biləcəm ki, spesifikdir. Doğrudur. Məsələn, mən sual verirəm ki, Şuşa bəyannaməsinin imzalanması hansı şəhərdə və hansı dövlətlər arasında baş verdi? Verilən situasiya biliyin hansı növünü formalaşdırır desəm? Faktoloji bilikdir müəllim. Bəs faktolojinin hansı növüdür? Spesifik. Doğrudur, spesifik olacaqdır. Yaxşı. Düşünürəm ki, faktoloji bilik o qədər də çətin deyil, amma buna diqqət yetirmək lazımdır. Gəlsin. Sonra gəlir konseptual bilik. Bax, konseptual bilik faktoloji biliyə nisbətən daha geniş anlayışı özündə əks etdirir. Konseptual bilik. Və konseptual biliyin kökü müzakirəyə dayanır. Əgərlərim faktoloji bilik, belə deyim də, konkret faktlara əsaslanırsa, ancaq səs bağlayacağam bu cümlə. Bax, konseptual faktoloji bilik yalnız faktlara əsaslanırsa, konseptual bilik faktoloji biliyə nisbətən daha geniş anlayışdır. Bir də onu bilin ki, mütləq şəkildə sizin baza faktoloji biliyiniz olmalıdır. Faktoloji bilik olmasa, məlumatları genişləndirməkdə, digər biliklərin inkişafına şərait yaratmaqda əlbəttə ki, biz çətinlik çəkərik. Yəni, mənim fakt bazam olmasa, mən onu necə müzakirə edə bilərəm, necə icra edə bilərəm, düzdür? Ona görə əgər testlərdə çıxsaq ki, qarşımıza faktoloji bilik olmasa da mən digər bilikləri əlaqələndirə bilərəm, o zaman biz buna yanlış deyəcəyik. Amma faktoloji bilik konseptuala nisbətən geniş anlayış desə, o zaman razılaşmırıq. Konseptual bilik daha geniş anlayışdır. Və biz konseptual bilik haqqında danışarkən nəyə diqqət yetiririk? Bax, müzakirə konseptual bilikdir, müzakirə. Nəticə çıxarmaq. Qruplaşdırmaq. Əlaqələndirmək. Strukturunu müəyyənləşdirmək. Niyə, nə üçün? Səbəb, nəticə. Nümunə gətir. Bax, bu nədir? Konseptual biliyin əsas açar məqamlarından biridir. Deməli, konseptual bilik haqqında nə deyə bilərsən? Konseptual bilik müqayisə eləmək, nəticə çıxartmaq, səbəb nəticə, əlaqələndirmək, qruplaşdırmaq, strukturunu müəyyənləşdirmək, niyə, nə üçün sualını görürsənsə və bil ki, baş verən prosesin, situasiyanın səbəbini soruşursa səndən, sən buna nə deyəcəksən? Əlbəttə ki, konseptual bilik deyəcəksən. Bax, məsələn, biri var deyirəm ki, işğaldan azad olan torpaqları ardıcıllıqla sırala. Bax, bu biliyin hansı növünü inkişaf etdirəcək? Rəy bölməsində yazın. Deyirəm ki, işğaldan azad olan torpaqları ardıcıllıqla sırala. Biliyin hansı növünü inkişaf etdirəcək? Biliyin hansı növ olacaq? Bəli, faktoloji bilikdir. Yadıva salacaqsan Şuşa, Kəlbəcər, Ağdam, su qovuşan deyəcəksən. Bax, neynədir? Sadəcə olaraq yadıva saldın. Hətta bir də burada biz taksonomiyanın xatırlamaq mərhələsində görürük. Düzdür? Bəli, özü spesifik bilikdir. Amma deyirəm ki, işğaldan azad olan torpaqlara nümunə gətir, onları əlaqələndir. Bu zaman hansı biliyim var? Konseptual bilik daha istəxo. Bax, buna diqqət yetirin. İki dənə faktoloji məlumat arasında əlaqələndirməni konseptual bilik aparır. Bax, çox zaman müəllimlər burada çaşır. Əlaqələndirmək nədir? Fikri ümumiləşdirib fərqləndirirsən. Bax, fərqləndirir, müqayisə edir, nəticə çıxardır, şərh edir, fikir bildirir, konseptual bilikdir. Mən sizə ilk öncə deyəndə dedim ki, faktoloji bilik çox zaman məntiqi təfəkkür,
Faktoloji bilik çox zaman xatırlamaq mərhələsi ilə əlaqəlidir. Amma konseptual bilik daha genişdir. Konseptual bilik çox zaman tənqidi təfəkkür, yaradıcı təfəkkür hətta məntiqi təfəkkür də ola bilər. Bax, genişliyin buradan görək də. Konseptual bilik taksonomiyanın aşağı təfəkkür səviyyəsi və yuxarı təfəkkür səviyyəsi ilə də əlaqəli ola bilər. ATS, YTS. Bax, buradan da yenə bir daha görə bilirik ki, konseptual biliyin əhatəsi genişdir. Yəni, konseptual bilik nədir? Söz ehtiyatındır, danışmaqdır, fikir mübadiləsidir, müzakirədə iştirakdır, ünsiyyətdir, əlaqələndirməkdir, dərk etməkdir, başa düşməkdir. Konseptual biliyi lazım olacaq, sən anlamaqda götürəcəksən. Konseptual biliyi lazım olar, sən təhlildə götürərsən. Konseptual biliyi lazım olar, yaratmaqda götürərsən. Ona görə də sənə verilən situasiyaya baxarsan. Bax, məsələn, bir dənə situasiya deyirəm, sizdən taksonomiyanı soruşmuram. Görün nə deyirəm. Sizdən biliyi soruşacağım. İndi bilik istisnada konseptual olacaq. Dediyim hər cümlə konseptual biliyə şamil olacaq. Ancaq mənə dediyim situasiyalarda təfəkkürün növündeyim. Bax, təfəkkür soruşuram. Taksonomiyaya getməyin. Deyirəm ki, müəllim şagirdlərə tapşırıq verir. Tapşırığın mahiyyəti nə idi? Şagirdlər mətni oxuyacaq. Həmin mətni öz sözləri ilə şərh edəcək, fikirləri ümumiləşdirəcək. Situasiyada biliyin növün bildik, konseptualdır. Amma təfəkkürüdür. Sənin canını elə alacam, darıxma gülnar. Bayaqdan deyirəm ki, taksonomiyaya getmirik. Təfəkkürün növün deyirəm. Öz sözləri ilə şərh elə. Təfəkkür nə olacaq? Yazın. Yazın görüm, qəşəng maraqlı cavablar yazırsınız. Belə fikir ayrılığı var burada. Bilirəm, səhv eləyirəm, yenə də onu yazıram. Bax, bu yanaşmadayıq ha biz. Tənqidi nəyə layiq olur ki? Dünən nə dedik? Dedik, öz fikrimlə şərh eləyirəm. Nə edirəm? Dərk eləyirəm, başa düşürəm ki, fikrimi ümumiləşdirirəm də. Mətni başa düşdüm, dedim. Nə tənqid elədim, nə qiymət verdim, nə dəyərləndirdim. Əlbəttə ki, məntiqidir. Anlamağı görürsənsə, anlamağı tənqidiyə hara aparırsan? Deməli, öz sözlərinlə şərh elə. Amma indi deyirəm ki, müzakirə zamanı deyilən fikirlərə öz münasibətini bildir. Yenə də bilik konseptualdır. İndi təfəkkürü deyir mənə. Hə. Xoş gördük Nazilə müəllimə, necəsiz? Bəli, o zaman tənqidi olacaq. Bax, dünən biz müzakirə elədik, bu öz söhbəti. Məsələn, mətni dərk edir, öz sözləri ilə ifadə edir, fikrini ümumiləşdirir. Bu məntiqidir. Amma müzakirə zamanı öz münasibətini bildirir. Əlbəttə ki, bu tənqidi olacaq. İndi deyirəm ki, problemi aradan qaldırmaq üçün öz həll yolunu ümumiləşdir, təklif elə. Bu təfəkkürün hansı növüdür? Təfəkkür soruşuram. Əlbəttə ki, yaradıcıdır. Bax, görürsünüz? Konseptual biliyi fərqli perspektivdən görə bilirsən və bu sənə icazə verir deyəsən ki, konseptual bilik digər biliklər arasında əlaqələndirməni, ümumiləşdirməni, nəticə çıxartmağı deyir. Bax, məsələn, belə bir sual verirəm. Ay müəllimə, nə üçün gəlib Bakıda əyani dərslər keçmirsiniz? Səbəbini izah edin. Verilən situasiya biliyin deyirəm, biliyin hansı növünü inkişaf etdirəcək? Bəli, bax, niyə, nə üçün var? Səbəb, nəticə axtarırsan, əlbəttə ki, sən buna konseptual deyəcəksən. Deyirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikasının strukturunu müəyyənləşdirin. Struktur qruplaşdırması edin. Bu da əlbəttə ki, konseptualdır. Məsələn, deyirəm ki, fikirlərini interpretasiya edir. Fikirlərini interpretasiya edir. Bu, biliyin hansı növünə aiddir? Fikirlərini, bəli, əlbəttə ki, fikirlərini interpretasiya etmək konseptual biliyin əsas açar məqamıdır. Bəs yaxşı, bu
Bu situasiyanın fikirlərini interpretasiya edir situasiyasını mən taksonomiyanın mərhələsi ilə əlaqələndirsəm nə deyəcəm? Taksonomiyanın mərhələsi ilə əlaqələndirsəm nə deyəcəm? Anlamaq deyəcəm əlbəttə ki. Yaratmaq nədir ki? Yaratmağı kimi deyəsən? Bir dəqiqə görüm yaratmağı kimi. Söyləməyin yazdı. Yox, interpretasiya etmək ümumiyyətlə anlamağın əsas açan məqamdır. Bunu diqqətinizdə saxlayın. Yaxşı, bir daha konseptual biliyi ümumiləşdirsəm, deyəcəm ki, Gülşən müəllimə, konseptual bilikdə nə var? Müəllimə, əlaqələndirmə, struktur, quruluş, ardıcıllıq, müəyyənləşdirmə, müqayisə. Ardıcıllıq yox. Müqayisə. Müqayisə, ardıcıllıq, nəticə, səbəb nəticə. Əlaqələndirmək. Əlaqələndirmə. Doğrudur. Dedim müəllimə. Əla, yaxşı əzim. Sonra var prosedural bilik. Bax, prosedural bilik amma nədir? Baş verən prosesin, fəaliyyətin ardıcıllığı. Prosedural biliyi çox zaman tətbiq etmə mərhələsinə götürə bilərsən, çox zaman. Amma görürsən, yenə hər zaman demirəm. Gələr prosedural biliyin prosedural bilik olar. Taksonomiyun başqa mərhələ olar, ona dəlil sübutda gətirəcəm. Bax, prosedural bilik, onu bir dənə bil, diqqətiniz burada olsun, prosedural bilikdə. Kökündə fəaliyyət var, ardıcıllıq var. Amma əgər fəaliyyəti sən icra eləyirsənsə, o da prosedural bilikdir. Yox, icra eləməsin. Şifahi şəkildə desən də, bax, yazıram bunu, qeyd edin, qırmızılayın. Şifahi şəkildə ifadə etsən belə, əgər kökündə fəaliyyət varsa, sən buna prosedural bilik deyəcəksən. Varsa prosedural bilikdir. Bax, bilikdən söhbət gedir, ha. Taksonomiyadan söhbət getmir. İndi 2 dənə situasiya deyəcəm sizə, tam beynimizdə oturacaq və biz prosedural biliyə davam edirik. Bax, birinci situasiyanı deyirəm. Deyirəm ki, əli gəlir lövhədə, kvadrat xətti tənlikləri ardıcıllıqla yerinə yetirir. Deyin mənə görün, bilik və taksonomiyanın növün. Bilik və taksonomiyanın növü. Əli gəlir lövhədə ardıcıllıqla xətti tənlikləri, kvadrat tənliklərin kökünü tapır, nə bilim, icra edir, yerinə yetirir. Bilik olaraq proseduraldır, bəli, tətbiq mərhələsidir. Deyirəm ki, müəllim Əliyə sual verir. Əli, lövhədə yazdığım kvadrat tənliyin kökün, yox, həlli yolun ardıcıllıqla söylə. Əli də bunu ardıcıllıqla söyləyir. Bilik taksonomiyanın növündür mənə. Bilik taksonomiya. Bilik taksonomiyanın. Bax, biliyin növü olacaq prosedural, taksonomiya olacaq tətbiq yox, xatırlamaq. Bilik prosedural, taksonomiya xatırlamaq. Niyə? Tətbiq niyə olsun? Şifahi şəkildə dedi. Amma niyə görə bilik olaraq proseduraldır? Çünki prosedural bilikdə belə bir məqam var. Əgər şifahi şəkildə söyləsən belə, onun kökündə fəaliyyət varsa, sən ona prosedural bilik deyəcəksən. İcra eləməmsənsə tətbiq deməyəcəksən. Bax, 2 dənə situasiya oxşardır. Birində gəlir lövhədə yerinə yetirir, icra edir də, fəaliyyəti göstərir. Birində isə şifahi şəkildə deyir. Nəticə etibarilə şifahi şəkildə desə belə, səsləndirilən fikrin kökündə fəaliyyət var, iş görmək var. Bax, ona sən
tətbiq deyə bilmirsən, çünki icra etmirsən. Sadəcə olaraq yadıva salıb deyirsən. Düzdür? Bilik olaraq faktolojidir. Üzr istəyirəm, proseduraldır. Taksonomiya olaraq xatırlamaqdır. Amma gəlib sən onu yerinə yetirsən, tətbiq olacaq, prosedural bilik olacaq. Ona görə, yəni sübut olaraq deyirəm ki, prosedural biliyi hər zaman sən tətbiqlə əlaqələndirməyəcəksən. Ona diqqət yetirmək lazımdır. Prosedural bilik bir müddət keçəndən sonra avtomatikləşə bilir. Məsələn, sən artıq o qədər dəfələrlə edirsən ki, əlin öyrəşir də. Prosedural biliyin nəticəsi alınan cavab, prosedural bilikdə alınan cavab. Məsələn, faktoloji bilik ola bilər. Nə deməkdir? Bu lövhəyə yazıram ki, 25 bölünsün 5, vurulsun 4, üstə gəlinsin, nə bilim 50. Bərabərdir 70. Bu prosesi icra etməyin prosedural biliyidir, tətbiqdir. Amma o aldığım cavab 70-dir də. Bu dəyişməyəcək ki, düzdür? Ona görə də biz deyirik ki, prosedural biliyin nəticəsi nəticə etibarilə ola bilər. Konseptual bilik də ola bilər. Çünki fikrini ümumiləşdirirsən, nəticə etibarilə fikir mübadiləsi apara bilirsən. Bax, bundan əlaqəli olaraq buna da diqqət yetirmək lazımdır. Daha sonra prosedural bilikdə alqoritm var, ardıcıllıq var. Məsələn, deyirəm ki, avtomobili necə işə salırsan? Orada sən gəlirsən, ardıcıllığı göstərirsən də. Bax, avtomobili işə salmaq üçün mütləq getməlisən maşının yanına, maşının qapısını açmalısan, əyləşməlisən sükanın arxasına, tənzimləməlisən, nə bilim, sonrakı prosesləri icra eləməlisən də. Onlar bir-biri ilə əlaqəlidir və burada ardıcıllıq var. Birbaşa olaraq əyləşən kimi, nə bilim, qaz tormozundan işləmirsən ki, tormozdan istifadə edirsən, D-yə atırsan, nə bilim, sonraki prosesləri icra edirsən. Düzdür, birin ötürsün, orada ardıcıllıq pozulacaq, işində nizamlıq olmayacaq. Amma prosedural biliyin başqa bir yönü var ki, bəzən olur ki, sən o fəaliyyəti ardıcıl yerinə yetirməyə də bilərsən. Ardıcıllığı pozarsan, amma onun kökü fəaliyyətə dayanır da, yenə də sən o işi görəcəksən. Deməli, nə nəticəyə gəlirəm? Ümumiyyətlə, prosedural biliyi ümumiləşdirsəm, fikir olaraq nə deyərəm? Deyərəm ki, prosedural biliyin kökündə alqoritm var, fəaliyyət var. Onu yerinə yetirsəm də, əgər kökü fəaliyyətə dayanırsa, proseduraldır. Şifahi şəkildə söyləsəm belə, kökündə fəaliyyət varsa, etməsəm də, mən ona prosedural bilik deyə bilərəm. Prosedural bilik bir müddət keçəndən sonra avtomatikləşəcək. Prosedural biliyin nəticəsi olaraq biz aldığımız cavabı faktoloji və ya konseptual bilikdə deyə bilərik. Bax, lap loru dildə deyirəm. Bu alqoritm sözü sizi çaşdırmasın. Bax, bu cümlənin açılması nədir? Prosedural bilik deyir ki, kökündə fəaliyyət olsun. Mütləq deyil ki, alqoritm ardıcıllıq şəklində olsun. Bax, məsələn, loru dildə deyirəm. Bu bayram əhval-ruhiyyəsidir də, hələ də bayram xörəkləri davam edir. Deyirəm ki, məsələn, ay Gülşən müəllimə, siz yarpaq dolmasını necə hazırlayırsınız? Gülşən müəllim deyir ki, heç nə. Birinci yarpaqları hazırlayıram, sonra yarpağın içərisinə gəzən əti hazırlayıram, ondan sonra prosesi icra edirəm. Nazilə müəllim də deyir ki, mən yarpaqları ən sonda eləyirəm. Mən birinci əti hazırlayıram, sonra yarpaqları edirəm. Bax, burada alqoritm pozuldu, düzdür? Amma bu alqoritmin pozulmağının fəaliyyətin icrasına bir maneçiliyi olmadı ki, nə var ki burada? Mən birinci onu edirəm və yaxud da ki, şəkərburanı necə pişirirsəm? Biri deyir ki, birinci mən xəmirin hazırlayıram, sonra içliyini düzəldirəm. O birisi də deyir ki, yox, elə yox. Birinci mən içliyi hazırlayıram, sonrasında digər prosesi icra edirəm. Bax, bunun sübutu odur ki, bəzi proseslər fəaliyyət var ki, orada alqoritmi poza bilərsən, kökündə fəaliyyəti icra edəcəksən. Amma məsələn, avtomobilin işə salınması, mən qapını açmamış necə maşını işə sala bilərəm? Yeni texnikalarda olur da, bunu istisna edirəm. Maşının qapısını açmasında maşını işə sala bilirsən, o ayrı. Amma məsələn, mən o ardıcıllığı gözləməsəm bəzi prosesdə, Nazilə müəllim ki, əsas dolma olsun, boş ver, sən ona necə hazırlayırsan. Bax, yəni prosedural biliyin əsas faktoru bundan ibarətdir.
Bir daha da ümumiləşdirsək prosedural bilik haqqında fikirlərimizi, deyirik ki, prosedural bilikdə Ayna müəllimə nə var idi? De görüm. Aha, buyurun. Müəllimə, prosedural biliklərin adından da göründüyü kimi proses fəaliyyət var idi. Aha. Hər hansı bir işin icrası zamanı gedən addımlar idi, alqoritm idi, icrası idi, yəni. Doğru. Bu qədər. Bəli. De görüm mənə prosedural bilik bir müddət keçəndən sonra avtomatikləşə bilirmi? Bəli, bir müddət keçəndən sonra, yəni vərdişə çevirir, artıq avtomatikləşə bilir. Yaxşı, prosedural bilikdən aldığımız nəticə, cavab hansı biliyi özündə əks etdirir? Deməli, iki biliyi özündə əks etdirə bilər, faktoloji və konseptual bilik. Doğrudur, yaxşı, gözəlim. Elnarə Abbasova, aç mikrofonu, de görün mənə. Ay Elnarə müəllimə, burada Bəli, bəli. deyin mənə görün, prosedural biliyin nəticəsi hansı biliyi verir bizə? Hansı bilik verir? Məsələn, prosedural bilik, tənliyi həll edirəm. Tənlikdən aldığım cavab hansı biliklə əlaqəlidir? Məsələn, belə deyim, 10, üstə gəlinsin 10, vurulsun 4, çıxılsın 30, bərabərdir 50. Aldığım cavab hansı biliyi özündə əks etdirir? Faktoloji mənim, yəni konkret də hazır məlumatdır. Doğrudur. Konkret hazır məlumatı verir, bu faktolojidir. Bəli. Netdir. Amma o misalı həll elədiyim məqam hansı biliyi özündə əks etdirir? O misalı həll eləyirəm, hansı bilikdə ardıcıllıq var, yerinə yetirirəm. O bilik olaraq hansı bilikdir? Prosedural da mənim, proseduraldır. De də, niyə həyəcanlanmışsın? Denən prosedural bilik, doğrudur. Bu da prosedural biliyin əsas faktorudur. Bir də əziz müəllimlər, meyar sözü var ha, meyar. Ölçü, prosedural bilikdir, qiymətləndirməkdir də, o işin icrasıdır. Bir də necə sualı. Amma, o deyir bir dənə söz var ya, amma burada anamın amması var. Harda necə sözün görsən, sən onu prosedurala deməyəcəksən. Bax, biri var deyirəm ki, bu misalı necə yerinə yetirirsən? Buna prosedural deyə bilərik? Hə, deyə bilərik, deyə bilmərik? Deyə bilərik, ay Vüsalə müəllimə, niyə deyə bilmirik ki? Misalı yerinə yetirirsən də, icra eləyirsən. Amma deyirəm ki, bugünkü dərsimizi necə başa düşdün, öz fikrindən izah elə. Buna nə deyəcəyik? Hansı bilik deyəcəyik? Yazın çat bölməsində kamerada hamı bağlayıb, mağıl kamera açıq olanda belə əks əlaqə yaradıb görə bilirdim sizə. İndi də görmürəm. Əgər deyirəmsə ki, məsələn, bu misalı necə həll edirsən? Kökündə fəaliyyət var, sən ona prosedural deyəcəksən. Amma desəm ki, bugünkü dərsimizi necə başa düşdün, öz sözlərinlə izah et, şərh elə, bu konseptual bilik olacaq. Yəni, necə sualı baş verən prosesin, fəaliyyətin ardıcıllığın ehtiva eləyəcəksə, sən ona prosedural bilik deyəcəksən. Yox, əgər baş verən prosesin səbəbin, dərk etməsin, başa düşməsin dilə gətirəcəksə, ona əlbəttə ki, sən konseptual bilik deyəcəksən və keçəcəksən. Ən son olaraq isə bilik gəlir metakognitiv bilik. Hansı bilik? Metakognitiv bilik. Gəl görək metakognitiv bilikdə nə var? Metakognitiv. Bax, metakognitiv bilik var ha. Mən. Özüm. Strategiya. İdraki proses. Metakognitiv bilik o deməkdir ki, mənim strategiyamdır, mənim yolumdur, özünü tanımağındır. Məsələn, Gülşən müəllim deyir ki, mən kameranı açıb, dərsi diqqətli şəkildə dinləməsəm, sonradan videoya baxanda başa düşmürəm. Bu, onun öz yoludur. Və yaxud da ki, Aydə müəllimə də deyir ki, mən dərsi dinləyəndən sonra ikinci səfər səslərə qulaq asıram, o zaman öyrənməmə daha müsbət təsir edir. Deməli, metakognitiv bilik nədir? Qarşıya qoyduğun məqsəddir. Sənin öz yolundur.
özünü tanımağındır, öz öyrənməndir. Strategiya sözün harda görsən, strategiya. Gözünü yum. Denən ki, mən bu strategiyanı belə deyirəm də, aid edirəm metakognitiv biliyə. Struktur sözün harda görsən, gözünü yum. Denən ki, bu aiddir konseptual biliyə. Meyar sözün harda görsən, meyar sözü, bax, istisnasız deyirəm ha bunları. Meyar sözün harda görsən, denən ki, bu prosedurala aiddir. Bax, metakognitiv biliyi odur ki, məqsədin, planın. Hamımızın məqsədimiz var. Məqsədimiz nədir? Yaxşı nəticə toplamaq. Yaxşı nəticə üçün də nə edirik? Əlavə dərslər qururuq. Bax, məsələn, deyək ki, müzakirə eləyirik. Deyirik ki, bayram günlərin, bəzən olur, deyir, bayram günlərin cəmaət gözləyir ki, istirahət eləsin. Siz gözləyirsiniz ki, bayram günlərində daha çoxlu dərs keçəsiniz. Deyirəm ki, mən fikirləşirəm ki, düşünürəm ki, əgər müəllimlərə əlavə, təkrar dərslərə, öz rəsmi günlərindən başqa da dərs ayırsa, müəllimlər də qoşulub onu öyrənsələr, yaxşı nəticə əldə edə bilərlər, hədəfə çata bilər. Bax, bu nədir? Artıq biliyin ən üst səviyyəsidir, idraki prosesdir. Sən dərk edirsən, başa düşürsən və başa düşdüyü də həyata keçirdirsən və bu sənin strategiyandır. Bil ki, mən deyim, sən yerinə yetir, bu sənin metakognitiv biliyi inkişaf etdirə bilməz. Metakognitiv bilik sən özünə məxsus yol, üsul, strategiya tapmalısan. Bax, metakognitiv bilik də strategiya olmalıdır, öz yolundur, özün plan qurursan, özünə məxsusluq var. Səhvini başa düşürsən. Məsələn, metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə aiddir. Metakognitiv bilik sayəsində sənin tənqidi yaradıcı təfəkküründə inkişaf etdirə bilərsən. Məsələn, deyir ki, anar. Anar başa düşür ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün daha yaxşı səylə çalışmalıdır. Anarın hansı biliyi inkişaf edib. Burada sən başa düşür sözünü dərk etməklə qarışdırıb gedib konseptuala vermə. Ha? Bir başa düşür ki, qarşısına qoyduğu məqsədi var axı orada, planı var axı. O planı həyata keçirmək üçün nə etməlidir? Hədəflərinə çatmaq üçün daha səy göstərməlidir. Bəli, özü üçün yol seçməlidir. Plan qurur, hədəfini qurur, nə bilim, strategiyasını müəyyənləşdirir. Bilir ki, metakognitiv bacarıqdır, özünü tənzimləyə bilir burada. Məsələn, uşaqlar gedir oynamağa, onu çağırır, deyir, mənim dərsim var, testlərim var, onları yerinə yetirməliyəm. Onun hansı biliyinin nəticəsidir? Metakognitiv bilik. Mən deyərəm, sən yerinə yetirərsənsə, bu metakognitiv olmaz. Amma mənim dediklərim üsullardan bir neçəsini özünə məxsus şəkildə müəyyənləşdirib, öz yolunla onu həyata keçirdə bilərsənsə, bu sənin metakognitiv bilinin inkişafına şərait yarada bilər. Məsələn, deyirəm ki, bu metodikanın öhdəsindən gəlmək üçün hansı yollardan istifadə edirsən? Olar sən qrupla bölüşəsən, öz fikirlərini yoldaşlarınla deyəsən, bax, bu metakognitiv biliyin formalaşmasına zəmin yaradacaqdır. Ümumiləşdirsən bilik haqqında fikirlərimi, bilin ki, bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir, biri digərini izah edir, mütləq şəkildə binövrə bilik olmalıdır. Sənin faktoloji əzbər məlumatın olmasa, sən onları başa düşüb, dərk eləməsən, nəticə çıxarda bilməsən, əldə etdiyin nəticələrin icrasını reallaşdıra bilməsən, özün üçün strategiya müəyyən edə bilməzsən. Yəni, nəticə etibarilə nə deyirsən, bir-biri ilə əlaqəlidir, bir-birini, belə deyim də, biri digərini izah edə bilir. Baza bilik, faktoloji bilikdir, ən üst mərhələ metakognitiv bilikdir. İki faktoloji məlumatı əlaqələndirir, konseptual bilik, fəaliyyətin icrasını həyata keçirdir, prosedural bilik. Prosedural bilikdə mütləq deyil ki, sən işi görəsən, İşi görməsən belə kökü fəaliyyətə dayanacaqsa, sən o zaman da ona prosedural deyəcəksən. Fakt, əzbərti məlumat, hazır, tərif, qayda, bunların hamısı faktoloji bilikdir. Həmçinin faktoloji bilik öz növbəsində spesifik və terminoloji olaraq iki yerə bölünür. Yer adları, xüsusi ad, il, müqavilələr, bunların hamısı spesifikə. Hər hansı bir fənni özündə əks etdirən terminlər isə terminoloji biliyə aiddir. Prosesin niyəsi, səbəbi, nəticəsi, əlaqələndirməsi, nümunə gətir, dərk et, şərh et, izah et. Bax, bunlar konseptual bilikdir.
Amma icra, alqoritm, ardıcıllıq, meyar, prosedural bilikdir. Qarşıya məqsəd qoymaq, məqsədi həyata keçirmək üçün hisslərimi tənzimləmək, öz yolun, öz dəsti xəttin, idraki bir proses, strategiya, özünlə bağlı olan məqsədlərin metakognitiv biliyin, bacarığın formalaşmasına şərait yaradacaqdır.